Başlayaq 11-ci sualdan. Riyaziyyatdan bütün misalları həll etməyi bacarsa da, trigonometrik funksiyalarda uğurlu ola bilmirdi. Şagird artıq bu bölməni oxumadan digər bölməyə keçir. Bu şagirddə hansı düşüncə tərzinin olduğunu göstərir? Abstrakt düşüncə tərzi, inkişafa açıq, inkişafa qapalı, deduktiv düşünmə, tənqidi düşüncə tərzi. İnkişafa kapalı düşünce yoksa Bəli, çünki baxın, deyir riyaziyyatda bütün misalları həll etməyi bacarır, amma trigonometrik funksiyalarda uğurlu ola bilmir. Deməli, bunda bacarıq var, amma hər hansı bir bölmədə çətinlik çəkir. Bu bölməni oxumadan digər bölməyə keçid edir. Halbuki üstündə çalışmalı idi. Bu zaman olacaq inkişafa qapalı düşüncə tərzi. 11-də cavab C variantıdır. 12. Çox gözəl yazılar hazırlayan şagird çıxış etməyi bacarmırdı. Şagird çıxış edə bilməyəcəyini çoxdan qəbul etmişdi. Öz yazılarını başqa şagirdlərə oxudurdu. Bu şagirddə hansı düşüncə tərzinin olduğunu göstərir. yine kapalı düşünce. Bəli, çıxış etməyi deyir bacarmır. Qəbul edib ki, artıq mən edə bilməyəcəm və öz yazılarını başqalarına oxudurursa, deməli bu inkişafa qapalı düşüncə tərzindədir. 13-cü. Dəqiq elmlərdə uğurlu olan şagird artıq mənim uğurum bu sahədədir deyə düşünüb humanitar fənləri oxumaqdan imtina edir. Bu şagirddə hansı düşüncə tərzinin olduğunu göstərir. Yine de kapalı olur. Bəli, inkişafı qapalı düşüncə tərzi. Çünki mənim uğurum bu sahədədir. Ola bilər digər sahədə də uğurlu ola bilərsən. Amma imtina edirsə bu qapalı düşüncə tərzinə aiddir. 14-cü sual. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Şagird tapşırığın öhdəsinə gələ bilməyəndə hələ ki bacarmıram deyir. Şagirdlərdə öyrənmə prosesində risk götürmək mədəniyyəti yaratmaq lazımdır. Düşünmə, gözləmə vaxtlarına əməl olunaraq dərindən öyrənməni təmin etmək olar. A-da sosial inkişaf nəzəriyyəsi, B-də zehni inkişaf nəzəriyyəsi, C-də çoxnövlü zəka, D-də operant şərtlənmə, Y-də düşüncə tərzi nəzəriyyəsi. Ee, Bu bizim yine öğrendiğimiz düşünce tez nezariyesiydi. Bəli. Cavabımız nə olar onda? Y variantı. Yine Bəli, yəni bir şagirdlərə öyrənmə prosesində risk götürmək mədəniyyəti yaratmaq lazımdır və şagird tapşırığın öhdəsindən gələ bilməyəndə hələ ki bacarmıram deyir. Bu yəni hələ ki bacarmıram inkişafa açıq düşüncədir. Digərləri yəni ümumilikdə qapalı, açıq düşüncə, bunların hər biri Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsinə aid edilir. Olacaq Y variantı. 15-də. Divətə görə inkişafa qapalı düşüncə tərzinə sahib insan düşünür. Mən ədəbiyyat fənnini daha yaxşı öyrənirəm, kimyanı isə öyrənə bilmirəm. Rəylər məni irəli apardığına görə onları dinləməliyəm. Çətinlikləri həll etdikdə məndə yeni bacarıqlar formalaşır. Bir işi edə bilmirəmsə, demək ki, hələ bacarmıram. Tapşırıq edə bilmirəmsə, istifadə etdiyim metod dəyişməyim lazımdır. Deməli, qapalı düşüncə tərzinə sahib insan bu variantlardan hansını biz götürə bilərik ki, A bu ifadəni variantı. işlədir. Necə? A variantı. Bəli. Bir ədəbiyyatı öyrənirəm, kimyanı isə öyrənə bilmirəm. Artıq bunun özündə qapalı düşüncə tərzini formalaşdırdığına görə olacaq A variantı. Sonra 16. Hazırlaşdığı ilk tədbirdə bəyənilməyən, alqış almayan şagird kədərlənsə də, daha sonra məktəbdə keçirilən bütün tədbirləri izləyib araşdırmalar edirdi. Daha gözəl tədbir keçirmək üçün onu yeni deyir ki, yəni yeni fikirlər formalaşdırdı. Əvvəl yaxşı alınmadı, amma o yenə də mübarizə apardı. Bu şagirddə hansı düşüncə tərzi var? Açık düşünce. Ay, sağ ol. Olacaq. B16-da B variantı. 17. Şagird bacarıqlıdır, özünə çox inanır, mürəkkəb tapşırıqları əməl etməyi sevir. Şagirdlə bağlı hansı fikir doğrudur? Şagirddə müsbət gücləndirici tətbiq etmək lazımdır. Müəllim scaffolding strategiyalarından istifadə edir. Şagird inkişafı açıq düşüncə tərzinə malikdir. Şagird zehni inkişafın konkret əməl mərhələsindədir. Şagird fərddaxili intellektə malikdir. Açık düşünce terzine malikti.
Bəli, olacaq. 17 C variantı. 18. Verilənlərdən hansı açıq düşüncə tərzinə malik şagirdlərə aid deyil? Yəni düzgün olmayanı soruşur. Şagird imtahanda zəif nəticə əldə etməsinə baxmayaraq, daha çox çalışmaq məqsəd kimi qarşısına qoyur. Bu açıq düşüncədir yoxsa qapalı? Açıq düşüncə. Doğrudur. Təcrübədə uğursuzluğa uğrayan şagird bunun gözlənilən olduğunu bildiyi üçün ruhdan düşmür. Bu açıqdır yoxsa qapalı? Açıq. Mhm. Məqsədinin öyrənmək olduğunu bilən şagird araşdırma aparır. Bu hansına aid olar? Bu da açıq. Mhm. Müəllimdən çox ağıllı olması ilə bağlı rəyini alan şagird səhv etməmək üçün sadə tapşırıqlara yönəlir. Bu açıq olur yoxsa qapalı? Qapalı. Bəli. Çünki biz debetdə danışanda nə dedik? Məsələn, çox ağıllı olması ilə bağlı şagirdə rəy versək, səhv etməmək üçün çalışacaq ki, həmişə sadə tapşırıqlar etsin. Ona görə düzgün rəy vermək lazımdır və bu da açıq düşüncə tərzinə aiddir. Olacaq cavab D variantı. Yerdə isə deyir ki, şagird inanır ki, daha çox vaxt sərf etməklə səhvlərini minimuma endirə bilər. Olacaq burada da cavabımız D, Y variantı isə açıq düşüncə tərzinə aid. Cavab oldu D variantı. 19-u vaxt verirəm, tapın, uyğunluğu müəyyənləşdirin. Yəni doğrudan doğru, yanlışdan yanlışı seçin. E, 2 ilə 4 müəllimə. 2 doğrudur. 4 amma Aha. baxaq. Gəlin təhlil edək. Bir düşünmə vaxtının verilməsi düşüncə tərzinin formalaşması üçün vacibdir. Yəni bu o deməkdir ki, müəllim bir tapşırıq verəndə, bir sual verəndə, şagirdə vaxt qoyanda onun düşünməsi üçün, yəni önəmli olur. Vaxt verəndə yaxşı olur. Bu doğrudur. Bir doğru. İkiyə baxaq. Düzgün tərifləmə metodundan istifadə olunması şagirdlərdə öz bacarıqlarına inamı artıra bilər. Tamamilə doğrudur. Düzgün istiqamət veririksə, düzgün tərifləmədən, metodlardan istifadə ediriksə, təbii ki, onun inkişafına da yol açırıq, özünə inamı da artır. Bu da doğrudur. Birdən iki hələ ki doğru. İndi yanlışa baxaq. Effektiv rəylərin vaxtında verilməsi şagirdin özü haqqında fikirlərinin yaxşıya doğru dəyişməsinə kömək edə bilər. Bu da doğrudur. Risk götürmə mədəniyyətinin formalaşdırılması şagirdlərin yeniliklərə açıq olmasına imkan yaradır. Yəni açıq düşüncə tərzi yaradır. 4 fikrin 4-ü də doğru olanda biz hansıları götürürdük? 3 ilə 4 onda müəllimə. Yox, baxın, uyğunluq deyirsə əgər, uyğunluq dediyinə görə hansını götürərik? Doğru olanları 1 ilə 2. Aha, birdən 2. Çünki hamısı doğrudursa, birdən 2 olacaq. Cavab nə oldu? Y variantı. 19-da oldu Y. Aha, bir dəqiqə silim. 20. Şagird kifayət qədər savadlı və dünyagörüşlü, lakin gözdən düşməkdən qorxur. Bu xüsusiyyətə görə öyrənmədə ciddi maneə olur. Karl Dweck'e görə, yəni belə deyək də, bu necə düşüncədir? Qapalı yoxsa açıq? Qapalı. Ay sağ ol. Bu zaman hansı nəzəriyyəyə aid olar? Karl Dweck. Düşüncə Bəli. tərzi. Ay sağ olacaq. Ay. 21. Şeir öyrənməyi bacarmayan şagird qarşısına məqsəd qoyaraq daha çox vaxt sərf etməklə şeirləri əzbərləməyə çalışır. Bu şagirddə hansı düşüncə tərzinin olduğunu göstərir. Açıq düşüncə. Bəli, doğrudur. Tamamilə doğrudur. Bu dəqiqə. Hı hı. 22. Bütün cəhdlərinə baxmayaraq uğurlu bir inşa yazmağı bacarmayan şagird inşa yarışmasına qatılmaqdan imtina etmir. Bu şagirddə hansı düşüncə tərzinə aid olduğunu göstərir.
Qapalı. Uğurlu bir inşa yazmağı bacarmayan şagird inşa yarışmasına qatılmaqdan imtina edir. Bəli, olacaq inşaata qapalı düşüncə tərzi. 22-də cavab oldu C. 23. İnkişafa açıq düşüncə tərzinə malik şagird aşağıdakılardan hansını seçməlidir? Əsasən asan tapşırıqların icrasını öhdəsinə götürür, tənqidə söylənənlərə, yəni fikirlərə qulaq asar, sual verər, səhvlərindən qorxmaz, başqalarının uğurlarından özü üçün nəticə çıxarar, ruhdan düşməz və təslim olmaz. Yəni seçməməlidir deyir. Üzr istəyirəm, seçməlidir oxudum. Seçməməlidir. B variantı müəllimə. B deyirsiz? Aha. Yox. Axı tənqidə söylənənlərə qulaq asırsa açıq düşüncədir. Sonra Onda D hı, variantı. hansı? D. Yox, o da düzgündür. Başqalarının uğurundan özü üçün nəticə çıxardır. Sual verir, səhvlərindən qorxmur, ruhdan düşmür, təslim olmur. Asan tap. Mən də elə bilirəm ki, deyir əsasən əsas tapşırıqları öz öhdəsinə götürür. Asan tapşırıqlar yazılmış Ay, orada. bəli. Olacaq A variantı. Yəni açıq düşüncə tərzində olan asanı seçmir. Yəni özünə uyğun tərzdə seçir. Ona görə olacaq A variantı 23-də. Bircə dəqiqə üzr istəyirəm. 2 dəqiqə Aha, icazə verərsinizlə. Yeni dərsdəyəm. bəli, bəli. Hı -hı. Aha, deməli 23-də oldu cavabımız A. İndi 24-ə baxaq. Bir dəqiqə silim bunu. Şagird müəllimə layihə hazırlamaq istədiyini bildirsə də, hazırladığı layihənin heç biri belə deyək də uğurlu alınmır. Lakin şagird israrla yenidən cəhd edirdi. Bu şagird haqda hansı fikir doğrudur? İndi 24-də oxuyun, zəhmət olmasın. Aha. Şagird verbal lingvistik intellektə malikdir. Şagird inkişafa açıq düşüncə tərzinə malikdir. Şagird ideal öyrənmə tərzinə uyğundur. Şagird yaradıcı təfəkkür inkişaf edir. Şagirdin sosial bacarıqları zəifdir. Doğrudur deyir. Ee, işte, açıq düşüncə tərzinə. Bəli. Hazırladığı layihə uğurlu olmasa da o yenidən cəhd etməkdən əl çəkmir və davamlı olaraq da məsələn israrlı olur, yenidən cəhd edir. Bu da təbii ki, açıq düşüncə tərzinə sahib insana aiddir ki, məsələn, hər hansı bir maneə olanda, bir çətinlik olanda tez geri çəkilmir. İsrarlı olursa inkişafa açıq düşüncə tərzinə sahibdir. 24-də oldu B variantı. 25. Müəllim vurma cədvəlini əzbərləyə bilməyən şagirdə cədvəli yeni yolla öyrətməyə çalışsa da, şagird öyrənə bilməyəcəyini düşünərək bütün yardımları rədd edir. Bu şagirddə hansı Qapalı. qapalı düşüncə bəli olacaq C variantı. 25-də C. 26. Güləş üzrə yarışlarda hər zaman ikinci yerə çıxan şagird birinci olma arzusuna çatacağına inanır. 10 il sonra nəhayət Respublika çempionatında birinci yerə layiq görülür. Bu şagirddə hansı düşüncə tərzi var? Düşüncə. Doğrudur. 27. Boş xananın yerinə düzgün cavabları seçərək sxemləri tamamlayın. Yəni, qapalı düşüncə tərzinə aid olanları biz buradan seçməliyik. Ruhdan düşmür. Bu aid edə bilərik, yoxsa yox? Xeyr, bu açığa aiddir. Burada bacarmıram. Bir də ki, səhv etməkdən qorxur. 2 ilə 4.
2-dən 4, bəli. Əhsən, tamamilə doğrudur. Qapalı düşüncə tərzinə sahib insan nə edir? Bacarmıram sözünü deyir, amma hələ olsaydı açıq götürərdik. Amma siz bəli, bacarmıram sözünə görə götürəcək 2 və 4 olacaq cavab B variantı. 28. Şagird gələcəkdə təhsilini davam etdirmək üçün xarici dil öyrənməyinin vacibliyini anlayır və qarşısına məqsəd qoyur. Öyrənmə prosesini əvvəlcə çətin olsa da, şagird getdikcə daha effektiv öyrənir. Həmən şagird Açıq. bəli, açıq düşüncə tərzinə sahibdir. Doğrudur. 29. İndi bunu seçməlisiniz. Açıq və qapalı düşüncə tərzinə aid olanları. Vaxt verirəm. İnkişafa açıq düşüncə tərzi deməli birincidir. Dil öyrənmək mənlik deyil, bu qapalıdır. 2-yə A gedir. Daha çox çalışsam öhdəsindən gələrəm. Bu açıq düşüncədir. 1-ə A gedir. Bu şagirdlə heç bir üsul işləmir. Bu qapalıdır. Mən dəqiq elmlər qavraya bilmirəm. Bu da qapalıdır. Əsas nəticə deyil, nəsə öyrənə bilməyimdir. Bu isə açıqdır. Deməli, burada 1-ə gedir B, e, Y, B, Y, 2-yə də ki, yerdə qalanı A, C, D. Deməli, baxaq yenə. Açıq düşüncə tərzi, 2-də qapalı düşüncə tərzi. Dil öyrənmək mənlik deyil. Bu necə olar? Qapalı düşüncə tərzi. Daha çox çalışsam, öhdəsindən gələrəm. Bu hansına aid olar? Açıq düşüncəyə. Bu şagirdlə heç bir üsul işləmir. Bunu qapalıya götürərik. Mən dəqiq elmləri qavraya bilmirəm. Bunu da qapalıya götürə bilərik. Əsas nəticə deyil, nəsə öyrənə bilməyimdir. Bu da inkişafa açıq düşüncə tərzinə bəli, aid ediləcək. Burada variantlarda biraz qarşılıqlıq var. Bu testi təhlil edib ataram sonra sizə. 30. Divetə görə inkişafa qapalı, açıq düşüncə tərzinə sahib insanlar düşünür. Bu aşağıdakılardan birini seçək. Başqalarının gözündə zəif görünməməliyəm. Tapşırıq keyfiyyətli şəkildə yerinə yetirdiyimdən rəylərə ehtiyac yoxdur. Tapşırığı edən zaman çətinliklə qarşılaşsam sonadək davam etməyəcəm. Tapşırığı ilk cəhddən edə bilmədimsə demək alınmayacaq. Tapşırığı edə bilmirəmsə demək ki, daha çox çalışmalıyam. C variantı. Axırıncı bəli, Y olacaq, doğrudur. Verilən xüsusiyyətlərlə bağlı cavablardan hansılar doğrudur? Şagird çətinlikləri sevir, rəylərə qulaq asır, əməl edir. Bu hansına aid olar? A-da deyir, şagird bəli, açıq düşüncə tərzinə malikdir. 31-də cavab oldu. D variantı. Müəllim tənasübə aid nümunə yazaraq şagirdlərə mövzunu izah edir. Şagirdlərdən biri mövzunu anlamır və anlamadığı məsələni digər şagirdlərin yanında pis olmamaq üçün soruşmur. Bu hansı nəzəriyyəyə aiddir? Qapalı. Yəni ki, düşüncə tərzi nəzəriyyəsidir. Aid, sağ olun, bəli, olacaq D variantı. Yeni bir robot hazırlamaq istəyən şagird hər dəfə cəhd etsə də istədiyi nəticəyə nail ola bilmir, lakin heç ümidsizliyə qapılmır. Hər deməli səhvində məqsədinə bir addım daha yaxınlaşdığını düşünür. Açıq düşüncə tərzi. Doğrudur. 34. Dweck'in düşüncə tərzi nəzəriyyəsinə görə şagird davamlı çalışdığı təqdirdə çətinliklərin öhdəsindən gələ biləcəyini düşünür. Daha sonra şagird məsələlərə münasibətinin özünün zehni inkişafına asılı olduğunu bildirir. Şagird sosial bacarıqların inkişafı onun öyrənməsinə təsir edir. Şagirdin davranışı idarə edə bilmək üçün zəif tərəflərini bilməli olduğunu anlayır. Şagird özünü hansı zəka növünə sahib olduğunu müəyyənləşdirə bilir. A variantı müəllimə. Bəli, doğrudur. Axırıncı sual. Deməli, müəllim ağaclar ağciyərimiz layihəsini təşkil etməyə şagirddə tapşırır və deyir, mən sənə güvənirəm, sən bunun öhdəsindən gələcəksən, sən ağıllı uşaqsan. Bu zaman müəllim hansı nəzərə zid hərəkət edir? Necəm? Ağciyərimiz sayəsində. Rəyi düzgün vermədi. Biri olacaq düşüncə tərzi nəzəriyyəsi, biri də hansına aid olar?
Çoxnövlü intellekt nəzəriyyəsi.